Salam əziz dostlar, axşamınız xeyir olsun. Sizi Böyük Britaniyanın paytaxtı London şəhərindən salamlayıram. Bugünkü video çıxışımda Azərbaycan və Ermənistan arasında sülh danışığı proseslərinin bugünkü vəziyyəti və əldə olunan razılıqlar barədə qısa şərhimi ifadə etmək istəyirəm. Bilirsiniz ki, 2020-ci il 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında bir neçə dəfə sülh danışıqları üzrə görüşlər baş tutub. Bu, həm ölkə başçısı cənab İlham Əliyev və Erməni baş naziri Nikol Paşinyan arasında, belə iki ölkənin xarici işlər nazirləri arasında baş tutub və bundan sonra iki ölkə arasında dövlətlərarası komissiya öz işinə başlayıb. Əsasən Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesi və ümumən isə iki ölkə arasında imzalanacaq sülh danışıqları, sülh müqaviləsi üzərində görüşlər baş tutub və uzun müddət idi ki, iki ölkə arasında 15 müddəadan 13'ü razılaşdırılmışdı. Sadəcə 2 maddə qalmışdı ki, uzun müddət görüşlərə baxmayaraq Azərbaycan və Ermənistan arasında bu iki maddə üzərində razılıq əldə olunmurdu və Azərbaycan Ermənistana müəyyən şərtlər irəli sürmüşdü. Əsas şərt ondan ibarət idi ki, sülh müqaviləsi imzalanması üçün Ermənistan Respublikasının konstitusiyasında, əsas qanununda bəzi torpaq ərazi iddiasına yönəlik elementlər var idi ki, orada Azərbaycana və Türkiyəyə yönəlik ərazi iddiaları var və Ermənistan konstitusiyasının dəyişdirilməsi şərti irəli sürmüşdü. Bunun üçün isə referendum keçirilməlidir. Bu istiqamətdə ilkin razılıq əldə olunsa da, rəsmi Yerevan bu məsələdə öhdəliyi yerinə yetirəcəyini bildirsə də, hələ ki Ermənistanda referendum keçirilməyib, bu barədə müzakirələr gedir və gözlənilir ki, yaxın aylarda Ermənistanda referendum keçiriləcək və ölkənin konstitusiyasına düzəliş olunacaq. Bundan sonra növbəti şərt ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı Azərbaycanın çağırışına Ermənistanın da qoşulması. Çünki iki ölkə arasında mövcud münaqişədə vasitəçi missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun buraxılması üçün hər iki tərəf, həm Bakı, həm də Yerevan birlikdə müraciət eləməlidir və Ermənistan da bu istiqamətdə ilkin razılıq verib, yaxın vaxtlarda hər iki ölkə birlikdə ATƏT rəhbərliyinə müraciət edəcək ki, ATƏT-in Minsk qrupu buraxılsın. Və sülh müqaviləsində razılaşdırılması çətin olan və uzun sürən iki şərt nədən ibarət idi? Azərbaycan qarşılıqlı şəkildə ölkələrin ərazi bütövlüyünün, suverenliyinin tanınması ilə yanaşı, eyni zamanda ölkələrin dövlət sərhəddinə yaxın ərazidə üçüncü ölkənin qoşunlarının yerləşdirilməməsi ilə bağlıdır ki, Azərbaycan tərəfdə bu məsələdə heç bir problem yoxdur. Azərbaycanın ərazisində heç bir ölkənin silahlı birləşmələri mövcud deyil və Azərbaycanın dövlət sərhədlərini, Ermənistanla olan şərtli sərhəd zolağını da Azərbaycan sərhədçiləri, Azərbaycan ordusu qoruyur. Amma Ermənistanda bu məsələdə fərqli bir mənzərə var. İlk növbədə şərti sərhəddə bugün mülki missiya adı altında Avropa İttifaqının yarı hərbiləşdirilmiş missiyası fəaliyyət göstərir ki, onlar zaman-zaman Azərbaycana qarşı binokl diplomatiyası həyata keçirirlər. Bununla da Azərbaycana müəyyən təzyiq göstərməyə çalışırlar. Həmin qüvvələrin sərhəddən uzaqlaşdırılması şərti idi ki, uzun müddət idi ki, Ermənistan bu şərti yerinə yetirməkdən imtina edirdi və bugün artıq Bakı ilə Yerevan arasında bütün maddələr, bütün müddəalar razılaşdırılıb və qısa bir müddət ərzində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Amma bunun üçün az öncə qeyd etdiyim kimi ATƏT-in Minsk qrupundan, fəaliyyətindən, vasitəçiliyindən imtina olunmalı və Ermənistan konstitusiyasına dəyişiklik edilməlidir. Artıq ötən həftə Azərbaycanla Ermənistan arasında əldə olunan bu razılaşma, bu uzlaşma bir çox ölkələr tərəfindən Rusiya, ABŞ, Avropa İttifaqı və bir çox qonşu ölkələr və dünya ölkələri tərəfindən məmnuniyyətlə qarşılanıb. İlkin baxışda hələ ki heç bir problem görünmür. Əgər bu proses bu tempdə davam edərsə, 2025-ci ilin sonuna qədər iki ölkə arasında sülh müqaviləsi imzalana bilər.
Burada məni narahat edən iki məsələ var. Çünki sülh müqaviləsində göstərilən əsas şərtlərdən biri ölkələrin bir-birinə qarşı ərazi iddialarından və beynəlxalq məhkəmələrdə bir-birinə qarşı qaldırılan məhkəmə iddialarından əl çəkilməsi ilə bağlıdır. Və Azərbaycan bu sülh müqaviləsini imzalasa, son 30 il ərzində Azərbaycanın işğal olunmuş torpaqlarında Azərbaycan xalqına, Azərbaycan dövlətinə dəymiş ziyan var ki, bu milyardlarla dollar məbləğində hesablanır. Bu təzminatın tələb olunması üçün Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etməyə hazırlaşır. Ən azından belə bir fikir var, hədəf var. Bunun perspektivini təsəvvür edə bilmirəm. Əgər sülh müqaviləsi imzalanacaqsa, Azərbaycan bundan sonra Ermənistana qarşı beynəlxalq məhkəmələrdə təzminat davasını, təzminat iddiasını hansı şəkildə qaldıracaq. İkinci məsələ isə məni narahat edən bu Qərbi Azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtması ilə bağlı olan məsələdir. Artıq Azərbaycan bir neçə ildir ki, Qərbi Azərbaycanlı icmasının formalaşdırılması və onların öz dədə-baba torpaqlarına, bizim Zəngəzur dediyimiz, ermənilərin isə Sünik adlandırdığı o torpaqlara qayıtması məsələsi var ki, Ermənistan bunu Azərbaycanın özünə qarşı, Ermənistana qarşı, yəni ərazi iddiaları kimi irəli sürür və düşünür ki, və belə iddia eləyir ki, Azərbaycan Qərbi Azərbaycan məsələsini qaldırmaqla gələcəkdə həmin ərazilərə olan iddiasını ortaya qoyur. Gələcəkdə Azərbaycan ordusu həmin əraziləri ilhaq eləyə bilər. Bu məsələ əslində qaranlıq olaraq qalır. Çünki Azərbaycan rəsmi şəkildə heç vaxt həmin torpaqlara iddia eləməyib. Sadəcə o torpaqlardan qovulmuş vətəndaşlarımızın, yəni Qərbi Azərbaycanlıların öz dədə-baba torpaqlarına geri qayıtması məsələsini qaldırıb ki, bu da beynəlxalq hüququn tələblərinə tam uyğundur. Belə olan halda ermənilər də, yəni Ermənistan tərəfi də Qarabağ ermənilərinin öz evlərinə, yəni müharibədən əvvəl yaşadıqları ərazilərə, Xankəndiyə, Şuşaya, digər Qarabağın kənd və qəsəbələrinə qayıtması məsələsini qaldıra bilər. Odur ki, bu proses də müəyyən mənada qaranlıq olaraq həllini tapmamış olaraq qalır. Əgər Qərbi Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqsa, ermənilər də avtomatik olaraq Qarabağ ermənilərinin öz evlərinə qayıtması məsələsini qaldıracaq. Hərçənd ki, bu məsələ Azərbaycan üçün elə də problem deyil. Hələ Azərbaycan tərəfi müharibədən sonra, xüsusən də 2023-cü il antiterror əməliyyatları zamanı bu məsələdə ermənilərə heç bir təzyiq göstərməmişdi və açıq şəkildə bildirirdi ki, Qarabağ erməniləri, hansılar ki, uzun illər bundan öncə Qarabağ müharibəsinə qədər, hələ 88-ci ilə qədər o torpaqlarda yaşayıblar, doğulublar, onlar öz evlərində, öz kəndlərində qalıb yaşaya bilərlər. Ermənilər özləri müstəqil şəkildə o əraziləri tərk etdilər. Hərçənd bugün Xankəndidə bir neçə erməni ailəsi var ki, onlar rahat şəkildə qalıb Azərbaycan qanunlarını, Azərbaycan vətəndaşlığını qəbul edib, orada yaşayırlar. Burada heç bir problem yoxdur. Və gələcəkdə Ermənistan Qarabağ ermənilərinin öz torpaqlarına kütləvi şəkildə geri qayıtmasını, tələbini irəli sürəcəksə, təbii ki, Qərbi Azərbaycanlıların da öz dədə-baba torpaqlarına, tarixi yurdlarına, Zəngəzura və digər ərazilərə qayıtması zərurəti yaranır ki, bu məsələdə hələ də Azərbaycanla Ermənistan arasında razılaşma əldə olunmayıb, amma düşünürəm ki, yekun sülh müqaviləsi, yekun hüquqi statusa malik yekun sənəd imzalandıqdan sonra bu məsələlər də cari məsələlər olaraq öz həllini tapacaq. Əsas odur ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın, sərhədlər tam şəkildə müəyyənləşsin, ölkələr arasında ticarət, kommunikasiya əlaqələri bərpa olunsun. Bunun üçün kifayət qədər siyasi iradə var. Azərbaycan tərəfində hərçənd Ermənistanda müəyyən revanşist, intiqamçı güclər var ki, onlar Ermənistan iqtidarına təzyiq göstərməklə belə bir müqavilənin, bu şərtlərdə sülh müqaviləsinin imzalanmasının əleyhinə çıxırlar. Amma sülh müqaviləsi imzalandıqdan sonra düşünürəm ki, bundan həm Azərbaycan qazanacaq, həm Ermənistan qazanacaq, ümumən bölgəmiz, Cənubi Qafqaz qazanacaq, insanlıq, bəşəriyyət qazanacaq. İnşallah o gün uzaqda deyil. Allah ölkəmizi qorusun, Allah dövlətimizi qorusun, Allah xalqımızı qorusun.